gələn doğru yoldadılar. Məhz onlar nicat tapanlardır. Həqiqətən kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur. İman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıkları halda Allaha və axirət gününə inanırıq deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki